24-cü suala diqqət edin. Deyir ki, qayıdış növ feillərdə subyekt işi öz üzərində icra edir. İkincisi, hava açıldı cümləsində subyekt işi öz üzərində icra edir. Deməli, qayıdış növə aid olan xüsusiyyətlər var, düzdürmü? Deməli, siz burada götürəcəydiniz, açıldı feili qayıdış növdədir. Düzgün cavab olacaqdı D variantı. Çünki burada deyir ki, qayıdış növ feillərdə subyekt işi öz üzərində icra edir. Hava açıldı cümləsində isə subyekt işi öz üzərində eləyir. Deməli, hava açıldı cümləsindəki açıldı feili hansı növdədir? Qayıdış növdədir. Başa düşülməyən, anlaşılmayan nəsə varsa, rəy bölməsinə yazıb soruşa bilərsiniz. Sağ olun. 24-cü suala diqqət edin. Deyir ki, qayıdış növ feillərdə subyekt işi öz üzərində icra edir. İkincisi, hava açıldı cümləsində subyekt işi öz üzərində icra edir. Deməli, qayıdış növə aid olan xüsusiyyətlər var, düzdürmü? Deməli, siz burada götürəcəydiniz, açıldı feili qayıdış növdədir. Düzgün cavab olacaqdı D variantı. Çünki burada deyir ki, qayıdış növ feillərdə subyekt işi öz üzərində icra edir. Hava açıldı cümləsində isə subyekt işi öz üzərində eləyir. Deməli, hava açıldı cümləsindəki açıldı feili hansı növdədir? Qayıdış növdədir. Başa düşülməyən, anlaşılmayan nəsə varsa, rəy bölməsinə yazıb soruşa bilərsiniz. Sağ olun.